Hörmətli izləyicilərim, işin gücün yaxşı vaxtında bir dəyərli izləyicim bu gördüyünüz kadrda obyekti tikdirib. Nə az, nə çox bu obyekt 2000 kvadratdır. 5 sot torpağın üzərində tikdirib, heç bir şeydə əsirgəməyib, adicə ağlayı olsun 30 manatlıq kvadratda olanlardan premium ağlaydan istifadə edib. Bunu sizə niyə deyirəm? Çünki bu obyekt bugün satılır, işlənməyən bir obyektdir. Sahibi burada o yatırımı dirçətmək istəyir. Amma necə? Təbii ki, xərclədiyi pula yox, daha aşağı qiymətə. Belə deyə mənim o sözdən xoşum gəlmir. Əlim yandı deyil. Sadəcə olaraq adam bunu daha ucuz verir. Bura Binə qəsəbəsidir. Binə qəsəbəsinin tam mərkəzi. Bu ana yol. Birbaşa Mərdəkan yolundan körpüyə qalxıb gələn kimi bu yolla gəlirsən asfaltla. Bu obyekt sizin qarşınıza çıxır. Burada ən böyük obyektlərdən biridir. Obyektin içərisindən mən sizə məlumat verəcəm. Gedək içərisindən tanış olaq. Hər mərtəbəsi 400 kvadratdır. Dəyərli izləyicilər, görürsünüz necə gözəl təmiri var. Hər şey hazırdır. Tikilişində də çox keyfiyyətli bu tok olsun, beton armatur olsun, monolit olsun. Yormayayım da, bu söhbətlər, lişi söhbətlərdir, gələndə görərsiniz. Bura birinci mərtəbənin 2 dənə böyük sürtməli belə elektronla açıb bağlanan qapısı var. Vitraj pəncərəsi var. Mən danışdıqca siz də evdə bir müzakirə edin, dostlarla, şəriklərlə, qohumla, dostla, nə eləmək olar? Bura nə mal vursaq satıla bilər. Baxın, belə bir obyektin birinci mərtəbəsinin görünüşü var. İndi isə stop verək, ikinci mərtəbəsinə baxaq. İkinci mərtəbədir. 10 dənə vitraj pəncərəsi var. Bunun 5 pəncərəsi baxır çölə, zəhmət olmasa göstərsin sizə. Buranın da təmiri birinci mərtəbədə olduğu kimi əla sayıla bilər. İstilik sistemi kombidir, radiator panelləri var, kvadrat 400-dür. İndi 3-cü mərtəbəyə qalxaq. Düşünün, burada nə xada qoy satılar. 3-cü mərtəbəyə baxa-baxa bir düşünün. Dəyərli izləyicilərim, baxın da, baş sındırın, ticarəti məndən də yaxşı bilirsiniz. Bura 4-cü mərtəbədir. Burada təmirdə yuxarı dam hissəsini izolyasiya ediblər. Obyekt termos kimi, sərin, isti qalır. Ofis kimi otaqlar düzəldilib. Bu, yəni sahibi tərəfindən düzəldilib. Burada oturmaq üçün, orada mətbəx üçün ideal bir iş görüblər. Yenə də pəncərələri var, yenə də təmiri yaxşıdır. İndi mənfi 1-ə düşək, oranı da sizə görsədim. Mənim ağlıma gələn ilk öncə, salam. İlk öncə böyük bir mebel mağazası çıxar buradan yaxşı. Klinika çıxar, müalicəvi klinika yoxdur bu yolda. Yaxşı geyim dükanı çıxar. Bir dənə obyektdə görsətsin operator sizə buradan. Salam. Bir dənə obyektdə görsətsin operator. Və ən əsası bu obyektin qabağı saniyədə maşınlar keçir, dəyərli izləyicilər. Və ən əsası tam kupçası var. Qanun qaydalı bir obyektdir. 1.500.000 manata satılır. Qiyməti real sahibinin üstünə gəldiğini aşağı verir, daha da aşağı verəcək. Kimə maraqlıdırsa, zəng edib gəlib baxsın, mən sizi razılaşdıracağam. Çox sağ olun. Binədə olan izləyicilərimə xüsusi təşəkkür edirəm. Görüşərik inşallah.